13-18-ci illərdə stadion mitinqlərinə gedəndə orada bir mahnını eşitmişdim. Həmin mahnı Edip Akbayramın Gözəl Günlər Görəcəyiz Çocuklar mahnısı idi. Və mən də o zamanlar ümid edirdim, həqiqətən ümid edirdim ki, yəni bu ölkədə nələrisə bir şeyləri düzəltmək olar, birgə eləmək olar. Yəni nevşeli insanlar görmürlər ki, yəni hər şey daha pisliyə gedir. Tamam, özləri gün görməyiblər, uşaqları və nəvələri üçün çalışarlar. Çünki insan bu dünyaya bir dəfə gəlir. Yəni sən istədiyini yeyə bilmirsənsə, istədiyini geyə bilmirsənsə, necə ola bilər ki, sən buna dözəsən, hələ üstəlik bu cür həyatı uşaqlarına da devr edəsən, amma olmadı. Edip Akbayram da öldü martın 2-si. Ruhunu sayğı ilə, sevgi ilə anıram o böyük ustadın və əziz çocuklar, bəli, gözəl günlər gəlmədi bu ölkəyə. Mən bunu çox istədim, yalnız öz uşaqlarım üçün yox, bütün uşaqlar üçün istədim və mənim şagirdlərim bilir. Mən yalnız öz uşaqlarımın yox, öz şagirdlərimin fərqi yoxdur. Yaxşı, gözəl insanların xoşbəxt olmasına, gözəl günlər görməsinə həmişə sevinmişəm. Çünki xoşbəxtlik, sevinç bulaşdırılıcıdır. Yəni, sevinç paylaşdıqca çoxalır. Və alınmadı çocuklar. Müəllimə çox çalışdım, amma bu ölkədə heç nə dəyişmədi. Çünki sizin valideynləriniz də mənim kimi çalışsaydılar, qorxmasaydılar, mübarizə aparsaydılar, bu ölkədə hər şey dəyişəcəkdi və gözəl günlər görəcəkdik və hər kəs öz həyat gəmisini o maviliklərə, gözəlliklərə sürəcəkdi. Amma insan öz həyat gəmisinin sükanını, xalq isə öz ölkəsinin sükanını bir ovuc adamın əlinə verirsə, olacağı bu idi. Amma ümid edirəm ki, bu köhnə nəsillər gedib, yeni nəsillər, fidanlar cücərəndə bu ölkədə az da olsa gözəl şeylər çiçək açacaq və o çiçəklərin açması diləyi ilə xoşça qalın.